Əməkdar artist Mətanət İskəndərli Xəzər axşamı verilişində illər əvvəl şair bəstəkar xanım İsmayıl qızı ilə aralarındakı küsünlükdən danışıb. Bir mahnı var, Unut məni. Onu mərhum xalq artisti İlhamə Quliyeva oxuyub. Axı hər bir dostun arasında incikliyi olur. Mən xanım İsmayıl qızı ilə elə bir dost olmuşam ki, hər gün səhər bir-birimizə zəng edərdik. Evdən çıxmamış, onun səsini eşidib sonra işlərimin dalınca gedərdim. O da həmçinin. Bu belə davam edirdi. Bir dəfə aramız dəydi. Şeytan axı yaxşı dostların arasına girir. İnanın ki bir halda idim. Mənim üstümə təcili yardım gəlirdi, onun üstünə təcili yardım gelirdi. Bir-birimizdən xəbərsiz. O Unut məni mahnısını sonra eşitdim ki, İlhamə Quliyevaya verib. Sonradan soruşdum ki, deyəsən bu mahnını mənim üçün yazmışdın. O da hə cavabını verdi deyə Mətanət İskəndərli xatirələrini bölüşüb. Qeyd edək ki, bugün xanım İsmayıl qızının 69 yaşı tamam olur.